Həzrət Əli əleyhissalam buyurur ki, bir zaman gələcək ki, həmin zamanda dini bir növ təqdim eləyəcəklər ki, təsəvvür edin, hər hansı bir qışda geyinilən bir hər hansı palto mu deyim, kurtka mı deyim, sanki onu tərsinə giyinib soyuq havada gəzənə bənzəyəcək. İsti saxlayan iç üzüdür, o çöldə qalacaq, onun çöl üzü içəridə qalacaq. Deyir, həm görünüş olaraq pis görsənəcək, həm də effektiv olmayacaq. Bəzən görsən, gəlir həmin zaman müəyyən yerlərdə, gəlir elə təqdim olunur ki, Həzrət Əli əleyhissalam da ondan danışır. Görünüş olaraq da pisdir və effektiv də deyil. Və müəyyən cərəyanlar ki var, onları yaradıblar, onlara fikir versəz, görün, onları yaradanda özlərini də düşünüblər. Ne üçün? Sabah bunlar beyni çönər, dönə bilər və öz əleyhimizə qayıda bilər. Onlar nə formadadır? Onların üzlərinə baxarsan qorxuludur, dedikləri təvhidin effekti yoxdur. Onların qışqırdıqları təvhid ilə hələ heç kim Allaha çatmayıb. Və üzləri qorxuludur, ayaqları gülməli. Fikir verin, elə bir formada yaradıb onu ki, onun bu cəryanın görünüşündə gülüşlə qorxunun arasında böyük bir dənə təzad yaranıb. Bunu buna görə eləyib ki, özünə baxanda qorxasan. Çünki bu tövhiddən danışırıq, Allaha yaxın gelməyəsən. Və birdən sözləri olsunlasa səni təsir altına sala bilsələr, balağına baxasan, ciddiliyinə fikir verməyəsən. Yəni bu ciddi adam deyil. Elə bir forma verirlər ona. Həzrət Əli əleyhissalam da buyurur ki, bir zaman gələndə belə olar.